birlik yox, 2 dənə ömürlük verəm. Amma mənə 2 dənə ömür yox, mən özümü müdafiə eləmişəmsə. Bilirsən nə tərəfdir? Qardaşım, burada ya mən qəbristanlıqda olmalıydım, ya o. Bir bıçaq vurmuşam, bir. O da nə təri mən vurmamışam. Kənarlaşdırmaq üçün bir bıçaq burama soxublar, biri ürəyimə, tutqam deşik-deşikdir. Qaçırtmışam, mənə biz nə qədər bıçaq atılırdı. Mən deyə bilmirəm, prosta adların kişiliyimə sıxışdırmıram. Mən həmin ki olmuram. Qeyrətdən, namusdan danışdınız. Qeyrətsizlikdir, qeyrətliydi, belə 16 nəfər gəlmişdiniz, tökülmüşsünüz bıçaqla, hamı qaçmışdı, tək qalmışdım arada. Allah izin vermədi. Qeyrətə bax bunlarda. Mən qeyrətdən, namusdan danışırlar. Şərəfiniz var, kişi kimi gələr vuruşa, şikayət eləmə. Sizə mən xəbər də yollamışdım. Dedim, şikayəti geri götürün, çıxın çölə, öldürmək. Bilirsiniz neynəmişdilər bunlar? Sənin oğlun gətirib o qadının, cəmaatın balasını öldürtdürüb, gecə saat yuxudan durğuzub. İçkili də döyüldü cəmaatın balası, sənin oğlanların qan ocağıdır. Sən 20 il sən müstəntiq işləmirsən. Sən o qədər analar, bacılar gözü yaşlı qoymusan ki, axırda Allah Taala sənin atanın adını verdiyi 30 neçə yaşında oğlunu havarıqda tutdu, əlindən aldı. İndi də heç nə eləyə bilmirsən. Türmədən çıxmaq var, qorxaqdan qayıtmaq yoxdur. Sənin yaşayışın budur, sən bax bu adamsan. Burada da həmin mövqeyini davam edirsən. Bir sözlə, qısa və laxarib konkret deyiləm. Mən özümü müdafiə eləməsəydim, məni öldürürlər. Mən real təhlükənin qabağını almışam. Bunlar qırıb batırdı cəmaatı. İçkili vəziyyətdə heç kim də eşitmirdi.